İndi isə Şuşa qalasıdır. Şuşa qalası 18-ci əsrin ikinci yarısında Qarabağ xanı Pənahəli xan tərəfindən ucaldılmışdır. Qaya möhkəm qayalıqlar üzərində salındığından düşmən hücumlarına qarşı etibarlı müdafiə rolunu oynayıb. Onun divarlarının hündürlüyü bəzi yerlərdə 8 metrə çatır və şəhərə giriş üçün Gəncə, İrəvan və Ağoğlan qapıları inşa olunmuşdur. Şuşa qalası bizim üçün həm hərbi strateji, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Bura Qarabağın dini, mənəvi həyatında xüsusi yer tutan tarixi abidələrdən biri Şuşa məscididir. O, Azərbaycan memarlığının klassik üslubunda inşa olunmuş və uzun illər boyu şəhərin sakinlərinin ibadətgahı kimi fəaliyyət göstərmişdir. İşğal dövründə ciddi dağıntılara məruz qalsa da, Şuşa azad olunduqdan sonra bərpa işlərinə başlanmışdır. Azərbaycanın görkəmli sənətkarı, dünya şöhrətli xanəndə Bülbülün ev muzeyi də Şuşa şəhərində yerləşir. Muzeydə sənətkarın şəxsi əşyaları, fotoları, sənədləri, həmçinin musiqi fəaliyyətinə aid qiymətli eksponatlar qorunur. Buraya gəlmişkən İsa bulağında keçə bilməkdir. Bura buz kimi soyuq və şəffaf suyu ilə tanınır. Onun suyunun şəfa verici xüsusiyyətlərə malik olduğunu inanılır. Şuşanın azad olunması ilə xalqımız tarixi adətləri bərpa etdi və bu müqəddəs şəhər əbədi olaraq Azərbaycanın qürur simvoluna çevrildi.